Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Heç sən özünə sual vermisənmi sən kimsən? Həyatda məqsədin nədir? İşin, peşən, qadın, kişi cinsi fərq etməz. İnsanın kimliyini dərk etməsi böyük bir faktordur. Amma bəzən kiçik düşüncə tərzləri var ki, onları birləşdirib, hansı ki puzzle deyirlər, həyatının müəyyən mərhələsində nə edəcəyini, yaxud kimliyini dərk edə bilərsən. Bəzən əksər valideynlər öz övladlarını hər hansı bir məsələ var, deyir qonşu qonşuya baxar, özünə o da yaxar məsələ kimi ali təhsil müəssisələrinə yönləndirirlər. Amma bəzən uşağın beyin fazası o dərəcədə çox qapanıqdır ki, bəzən elə olur ki, hər hansı fənləri götürə bilmir, qavraya bilmir. Bəlkə onun peşə istiqaməti yönümlü getməlidir ki, kənara qalıb nə edirlər? Hər kəs necədir elə. Qoyun sürü psixologiyası. Və nəticə etibarı da uşaq həyatda gələcək fazasını itirir. Kim olacağını bilmir. Axı dənizdə bir sal olur, uçsuz-bucaqsız gedir. Onun kimi yol gedir. Və müəyyən mərhələdə də bu onun ailə qurmağına da təsir edir karyerası. Artıq özü istəyə qərar verə bilmir. Ailəsindən asılıdır. Heç bir şey dinlənməz. Savaş dərsən övladlarınızı dinləyin ki, onların ən azından müəyyən həyat mərhələsində yollarını, izlərini itirməyib ağılla başla inkişaf etməsinə səbəb ola biləsiniz.